Dəyərli müdavimlər, hər birinizə xoş gördük. Artıq müqavilə sertifikasiya imtahanları yaxınlaşır və hər biriniz bilirik ki, həyəcanlısınız. Buna görə də mən artıq sizin üçün son ola biləcək qruplar haqqında məlumat vermək istəyirəm. Bizim VIP sürət qrupumuz və onunla paralel sınaq qruplarımız artıq gələn həftədən dərslərə başlayırlar. VIP sürət qruplarımız həftədə 3 dəfə ilə dərslərə başlayacaq və başdan düzxətli hərəkətdən etibarən mövzunu biz başlayacağıq keçməyə. Deməli, bu qrupun üstünlüyü ondadır ki, siz bu qrupla birincisi imtahana qədər proqramı tam mükəmməl bitirəcəksiniz. Bu qrupla işləyən zaman hər bir mövzunu demək olar ki, bütün milli işləyə biləcəyiniz vəsaitlərdən işləyəcəksiniz. Amma necə? Təbii ki, biz milli vəsaitləri bir-bir işləməyəcəyik. Biz milli vəsaitlərin içərisindən sizlər üçün xüsusi olaraq seçmə, xüsusi yığma, ancaq imtahan tipli, orta və çətin tipli suallar işləyəcəyik. Yəni nəticədə siz milli vəsaitlərdən qarşınıza çıxa biləcək bütün sual tiplərini vaxt itirmədən bu metod sayəsində qısa zamanda işləmiş olacaqsınız. Bundan əlavə hər mövzu üzrə seçilmiş xüsusi model tipli suallar olacaqdır. DİM Dövlət İmtahan Mərkəzinin model suallarıdır, OTK testləridir. DİM-in 7-ci, 11-ci siniflər arası olan bütün sinif testləridir. DİM 1-4-20 variant testləri var, onlar olacaqdır. Və daha nələr, yəni əlavə özümüzün model testləridir. Yəni bunların hamısını siz işləyəcəksiniz. Yəni proqramı elə qurmuşuq ki, yəni bu vəsaitlərin hamısını siz imtahana qədər işləyəcəksiniz. Yəni deyərdim ki, hətta yəni bu ələ düşməz bir fürsətdir. Çünki bu qədər vəsaitin bir arada olması, yəni mən deyərdim ki, sizlər üçün çox dəyərli bir nemət olar. Ona görə də düşünürəm ki, vaxtında, vaxt itirmədən qoşulmağınız sizin üçün daha əlverişlidir. Bundan əlavə, onu da bildirim ki, birinci aydan sonra, indi hal-hazırda VIP sürət qrupları həftədə 3 dəfə ilə başlasa da, birinci aydan sonra artıq həftədə 5 dəfə imtahana yaxınlaşdıqca isə artıq demək olar ki, hər gün dərslərimiz olur. Bunu da bildirmək istəyirəm ki, VIP sürət qrupunda bizdə hər mövzunun sonunda bizdə mövzu sınaq imtahanları, mövzular üzrə mövzu sınaq imtahanları. Əgər kimsə demək istəyirsə ki, mən mövzu üzrə ümumi sınaq imtahanları, mövzu üzrə yox, ümumi sınaq imtahanları işləmək istəyirəm. Yəni bütün proqramı əhatə edən ümumi sınaq imtahanlarından özümü yoxlamaq istəyirəm və təbii ki, bu da çox önəmlidir. Çünki imtahan yaxınlaşdıqca imtahan tipli sınaqlar işləmək artıq sizin imtahana nə dərəcədə hazır olduğunuzun bir növ göstəricisidir. Həmçinin də bir motivasiya qaynağıdır deyərdim. Və siz də düşünmüşük, gələn həftədən etibarən sırf ümumi sınaq imtahanlarının işlənəcəyi ümumi sınaq imtahanları olacaq. Sınaq qrupumuz başlayır. Sınaq qruplarımızda MİQ və sertifikasiya üzrə sınaqlarımız bir-birindən ayrılacaqdır. Həm səviyyə olaraq, həm sual sayı olaraq, necə ki MİQ-də 40 sualdır, sertifikasiyada 50 sual ixtisas üzrə bunların hamısını gözləyərək sınaq imtahanlarını ayırmışıq. Həmçinin vaxt məsələsi də, yəni MİQ-də də hansı imtahanda ayrılan müddət ərzinədirsə, sınaq imtahanında da onlayn şəkildə həmin müddət ərzində işləyəcəksiniz, sertifikasiyada həmin müddət ərzində. Bundan əlavə MİQ sınaq imtahanlarımızda hər bir yazdığınız səhv sual doğru cavaba təsir göstərəcəkdir. Amma sertifikasiya imtahanında isə bu təsir göstərmədiyi üçün bunlar da bizim imtahanlarımızda nəzərə alınıblar. Bir sözlə sınaq imtahanlarını biz sırf sizin üçün MİQ və sertifikasiya səviyyəsini ayırmaqla yanaşı imtahanı elə bil evinizə gətirmişik. Yəni imtahanda siz hansı hissləri keçirəcəksinizsə, bu sınaqlarda işləyən zaman eyni hissləri keçirəcəksiniz. Sınaqları xatırladım ki, kompüter və telefon üzərindən onlayn şəkildə işləmək mümkündür və hər bir sınağında təbii ki, izahları ilə tanış olacaqsınız. Hər iki qrupa da qoşula bilərsiniz. Həm sınaq qrupuna, həm də VIP sürət qrupuna. Bəzən sual verirlər ki, müəllim, aprel və növbəti aylardan sürət qrupları başlayacaqmı? Böyük ehtimal olmayacaq. Çünki artıq bundan sonra açılan qrupların imtahan üçün o qədər uğurlu olacağını sanmıram mən. Çünki fizika o qədər də küçümsəyəcək qədər sadə bir elm deyil ki, biz onu 2 aya proqramı çatdıra bilək. Yəni mən söz verə bilməyəcəyim işin arxasında durmaram. Ona görə də siz düşünün ki, bizim VIP sürət qrupu son qruplardır və artıq demək olar ki, qrup başlayandan sonra dərslərə heç kim artıq inciməsin, heç kim qrupa əlavə edilməyəcəkdir. Ona görə də xahiş edirəm, artıq dərəcələyicə edirik ki, öz gələcəyinizi əmin əllərdə olmağını istəyirsinizsə zamanında düzgün seçim eləyin. Yəni düzgün seçim etmək bir yana zamanında eləmək lazımdır. Çünki dəfələrlə olur ki, bizdə qrup başlayandan sonra müraciətlər olur. Bizim vaxtımız olmur, başımız qarışıq olur. Çünki sınaq qruplarıdır, dərs qruplarıdır, materialların yığılmasıdır. Çünki biz də paralel olaraq işləyirik müdavimlərlə bərabər, vaxtlar ayırırıq. Yəni bizim artıq vaxtımız olmur hansı yeni müdavimi dərslərə qoşmağa. Həmçinin də digər tərəfdən bu bizim dərslərə olan ciddiyyətimizin bir göstəricisidir ki, istəyirik ki, qarşı tərəfdə dərslərə o qədər ciddi yanaşsın. Yəni düşünürəm ki, qrup aslanından bir ay sonra imtahanı 2 ay qalmış müraciət edən müdavim 90% o qədər də məsuliyyətli müdavim deyil. Biz də açığı dərslərimizdə uğur əldə etmək üçün məsuliyyətli müdavimlərlə işləmək üstünlük veririk. Belə, uğurlar hər birinizə əlaqə saxlayaraq, əlaqə nömrələrdən qeydiyyatdan keçə bilərsiniz. Hər birinizi gözləyirik. Yeni qruplarımızda hamınıza uğurlar. Hələ.